Dostlar, hamını salamlayıram. Bir sual yazmışdım ki, əgər sizi hansı dərs maraqlandırırsa, yazardınız və Rusif Ləliyev adlı istifadəçimiz mənə belə bir posteri göndərdi. Ağanati kinokomediyasının posterinin yığılmasını istədi məndən və mən sizə hal-hazırda bunun necə yığıldığını sizə göstərəcəm. İlk öncə biz fon hissədə olan görürsüz, bizim Towers'ın şəklidir. Yəni onu hazır mənim internetdə var. Yəni onlar da elə mən bu fotodan istifadə ediblər. Gəlin açım bunu əvvəlcə. Bax bu həmən fotodur. Bundan istifadə olunub. Sadəcə orada biraz ulduzlar, zıtlar, effektlər verilib fotoya. Mən hal-hazırda heç bir ulduz vermədən əsas yolunu göstərəcəm sizə bunun. Deməli, bunu biraz horizontal edirik, belə çeviririk və kəsim edirik. Kəsim necə olacaq? Gəlin baxaq, bax. Görürsüz, baş hissələr kəsilib və aşağı hissədən biraz kəsəcəyik. Deməli, baş hissədən azmaz kəsilib və aşağı hissədən kəsirik. Bax, belə bir şey edirik, enter basırıq və belə. Bunu etdikdən sonra, deməli, bunu etdikdən sonra keçirik, fikir veririk. Biraz görürsünüz, blur effektinə veriblər. Ona, deməli, biz də veririk filter blur və Gaussian blur veririk. Dostlar, yəni mən kopya oxşatmasam da yolunu göstərirəm ki, necə olmalıdır. Blur effektini veririk. Daha sonra fikir verirsiniz, taksi şəklidir. O da hazır var məndə. London taksisidir. Bax, budur. Bunu kəsimi ilə kəsirəm. Kəsdirəm. Ctrl-Shift-I basaraq yalnız taksini götürürəm. Atıram bura. Və burada bunun da dəyişirəm. Horizontal edirəm. Bax, belə edib. Fotonu qoyuruq bu hissəyə. Daha sonra yeni qat yaradıram. Faralara işıq verirəm. Yəni, rəng verirəm ki, işıqlı olsun. Onun üçün, bax, bu rəngdən istifadə edirəm. Sərtliyi verirəm 0 dərəcə. Və buradan biraz artırıram. Bax, belə. Bir dənə bura. Burada edirəm screen. Fikir verdiniz, artıq rəng alındı. Hətta daha sonra biraz da vermək olar. Bax, belə rəng verdik, işıqlanma verdik. Biraz aşağı çəkib maşınımızı və yaxud da balacaldaq. Çox belə böyüdür. Buna görə bax, belə. Daha sonra nə var burada? Fikir versiniz, yuxarıdakı şahmatdır. Bu rahat bir şeydir. Yəni bunun da belə bir şey edirik. Shift ilə basaraq belə bir kvadrat yaradırıq. Yeni qat yaradırıq və üzərinə sarı rənglə içini doldururuq. Daha sonra Alt-ı basaraq kopyalayıram və yerləşdirirəm. Bax, bu hissələrə. Bu hissəyə. Daha sonra gəlin də Alt-ı basıram, kopyalayıram. Yerləşdirirəm, bax, bura. Və beləliklə bir neçə dəfə bunu kopyalaya gedirik. Deməli, görürsünüz, qatları götürdüm və Alt-ı basaraq, bax, beləcə üzr istəyirəm. Daha sonra bir də kopyalayaq ki, qoy tamamlansın. Alt-ı götürüm, kopyalayıram. Bax, belə kopyalayırıq. Və beləliklə başlayırıq kopyalayarmaya getməyə. Bax, beləncə. Belə bir hazır tekstur əmələ gətirdik. Bəli dostlar, bax belə bir şey elədim. Yəni bunların hamısını birləşdirirəm. Bax, burada qatları birləşdirirəm. Ctrl-C basaraq bir qrupa edirəm. Faizini azaldıram. Bax, belə bir faizi azaldıram. Və biraz bir tərəfə çəkirəm. Fikir verirsiniz, bax, burada da belədir. Biraz zəifdir.
azaldıram. Üzr istəyirəm, məsələn, işıqların, faralarım var getdi. Onları desin birləşdirdim həmin. Yalnız bunları götürürəm. Buradakı ışıq faraları götürüm, çıxardım buradan. Bəli, faizini azaltdım. Matematik sözündən keçirik yazılışına. Gəlin o yazılışı edək biz burada. Şrift olaraq, font olaraq bizdə olacaq Smile fontu. Böyle yukarıya yazabilir. Matematik font olacaq Smile. Yəni bunu mən yükləmədə artıq bir qoymuşam. Bax budur. Oradakı hal-hazır şrift var. Bundan istifadə olunub. Yəni sizə şrifti də verdim hazır. Və rəng olaraq isə bax buradakı sarı rəngdən istifadə edirəm hələ. Yəni bilmirəm orada hansı sarı rəngdir. Yəni onu necə edə bilərsiniz? Gəlin bu şəkli yaddaşa verək. Yaddaşa verək və ataq bura Photoshopa. Bizim takslərimiz biraz fərqlidir, düzü. Yəni mən hazır bundan istifadə edim. Bəli, bax rəngi götürürük buradan. Bax bundan bastırıb götürdük, keçirik bu hissəyə. Pipetlə götürdən sonra bunu belə rəyləyərik. 2 dəfə klik edirik. Rəngi buradan qoyuruq. Bax bu rəng olur. Daha sonra fikir verirsiniz necə yazı yanakı durub. Biz də bunu yanakı edirik. Az-maz yanakı edirik. Və başlayırıq bundan bir neçə dəfə yaratmağa. Deməli, biz nə edirik? Fikir verin, sağa çıxıb və aşağı gedir. Fikir verirsiniz, artıq sağa çıxıb və aşağı gedir. Və başlayırıq biz dələnçi etməyə. Bizim özdə şriftimiz deyəsən çox aralıdır. Biraz yaxınlaşdırın bunu. Bəli. Yoxlayaq görək necə alınır. Getdik. Deməli, sağa, aşağı, sağa, aşağı, sağa, aşağı, sağa, aşağı, sağa, aşağı, sağa, aşağı. Bunu etdikdən sonra tam aşağıdakını qaldırırıq yuxarıya. Və bütün altdakiləri hamısını Ctrl-Y ilə basıb bağlayırıq. Və bura birləşdirdik. Ctrl-Y ilə bütün slotları birləşdirdik. Yalnız yuxarıdakını saxladıq. Daha sonra keçirik bura. Burada gradient veririk. Gradient verərək fikir verdiniz necə bizim 3D effektimiz alındı. Burada dəyişir edirik overlay. Overlay. Və burada istiqaməti dəyişirik. Yəni biz bax bununla oynayaraq istiqaməti dəyişirik və effektimiz nə qədər düzgün olunarsa onu edirik. Hətta mən burada deyərdim, ağ rəngi dəyişərdim, başqa rəng qoyardım burada, biraz tünd rəng eləyərdim. Bax, belə bir rəng eləyərdim, hətta, okey. Özü mən biraz deyəsən çox eləmişəm yana sarı. Yəni, əsas yolunu göstərirəm, necə olunmalıdır. Baxın, təxmini oxşadıram. Birləşdirərək, ikisini birləşdirərək, biraz böyüdürük və yerləşdiririk bu hissəyə. Daha sonra lap tam yuxarıda bizim Cabir İmanovun şəkli durur. Yeni qat yaradıb şəkli buraxdırıq. İndi mən hazırda onun şəkli olmadığına görə bax, burada çəkirəm bunu. Burada olur. Belə bir şeyə gəldi, təsbih yanır. Bax, belə bir şey. Və daha sonra isə sözlər artıq yazılır. Yəni, belə qısa bir yolla bu posterə yığmaq mümkündür. Yəni, üzərinə düşsəm, rahat bunu düzəldə bilərəm. Problem yoxdur. Dostlar, bax, bu qədər. Əgər sizə qane elədirsə, kim mənə vermişdi bu sualı? Rusif Ləliyev. Əgər səni qane elədirsə, kommentini gözləyəcəm.